Əgər bu yay qaxda olmamısansa, tələs. Qax son 2 ildə çox dəyişib. Harda qalaq deyirsinizsə, yurt oteli məsləhət görürəm. Mənzərəsi möhtəşəm. Qaxda nə edə bilərik deyirsənsə, o zaman şərtdə 2 günlük proqramı sizinlə bölüşürəm. Əgər tarix sevirsinizsə, Qax tam sizlik bir məkandır. Çünki burada qədim Albaniya dönəmindən İlisus sultanlığına qədər çox gözəl tarixi abidələr var. Yox, mən təbiət sevirəm deyirsinizsə, o zaman çaylar, dərələr, dağlar, təpələr, şəlalələr sizi gözləyir. Bilirsən, biz ailə ilə, uşaqlarla dincələ biləcəyimiz bir yer istəyirik deyirsinizsə, o zaman Qax Ekoparkına üst tutun. Uşaqlarınız buradakı zooparkı da oyun meydançasında çox bəyənəcək. Yox, mən kofesiz qala bilmirəm deyənlər üçün də burada qəşəng kofe məkanlar açılıb. Bizim uşaqlar ancaq fast food sevir deyirsinizsə, xəbəriniz olsun ki, Qaxda dünyanın ən dadlı pizzası bişirilir. Üstəlik çay qırağında həm istirahət edəcəyiniz, həm də canlı musiqidən zövq alacağınız çox gözəl məkanlar var. Yəni Qax sizə həm hüzuru, həm təbiəti, həm tarixi, həm də müasirliyi bir arada təqdim edir. Başqa nə istəyirsiniz ki?